Axşamın xeyir Azərbaycan. Bugün məqsəd tələbə, kim Ukraynada təhsil almaq istəyir, intellektual şousu sizin görüşünüzə gəlib. Əlbəttə ki, mənimlə Günay Baxşaliyeva ilə. Bugün müsabiqəmizin əsas mükafatı Ukraynanın ali təhsil ocağında nüfuzlu təhsil üçün grant oynanılır. Və əlbəttə ki, indi sizinlə tanış edəcəyimiz 8 iştirakçıdan biri məhz finala gedəcək. Alqışlarınızla Qorxmaz Verdiyevdir. Salam Qorxmaz. Salam, mənim adım Qorxmazdır. Özüm də adıma layiqəm. Mən çətinliklərdən qorxmuram və inanıram ki, bugün qalib gələcəm. Arifə Rəhimovanı təqdim edirəm. Salam Arifə. Salam, mənim adım Arifədir. Mən səyahət eləməyi çox sevirəm. Ümid edirəm ki, burada təhsil almaq şansı mənim olacaq. Tural Əliyevi təqdim edirəm. Salam Tural. Salam, mənim adım Turaldır. Mən nüvə fizikasından maraqlanıram. Tahir Miriyevdir. Axşamın xeyir Tahir. Axşamınız xeyir. Mənim adım Tahirdir. Gələcəkdə özümü proqramlaşdırma üzrə mütəxəssis, həmçinin memar və neftçi kimi görürəm. İdmançı, intellektual və yaradıcı insan. Deyəsən, Tahir hər şeyin öhdəsindən gəlir. Amma mənə maraqlıdır, görəsən o bizim bugünkü oyunun öhdəsindən gələ biləcək, yoxsa yox? Təbii ki, bunu vaxt göstərəcək və mən vaxt itirmədən növbəti iştirakçımızı Rüfət Mir Feyzullayeva təqdim edirəm. Salam Rüfət. Salam, mən Rüfətəm və mən dünya ölkələrini səyahət etmək istəyəm. Xüsusilə də İtaliyanı. Və bizim növbəti iştirakçımız bu Cəmildir, Cəmil Şirinov. Salam Cəmil. Salam, adım Cəmildir. Riyaziyyat və ingilis dilini çox sevirəm. Gələcəkdə iqtisadçı olmaq fikrim var. Növbəti xanım iştirakçısı bu Zəhra Səfərovadır. Axşamın xeyir Zəhra. Axşamınız xeyir, mənim adım Zəhradır. Mən əlaçıyam və bütün fənləri sevirəm. Gələcəkdə diplomat və yaxud banker olmaq istəyərdim. Və sonuncu 8-ci iştirakçımız İsmail Əliyev. Salam, mənim adım İsmaildir. Mən əlaçıyam və qızıl medal alacağım. Mənim həyatda əsas məqsədim həkim cərrah olmaqdır və əlbəttə ki, bu şouda qalib gəlməkdir. Əziz tamaşaçılarımız, elə həm bizi zalda izləyənlər, həm də televiziya qarşısında əyləşənlər 8 iştirakçımızla tanış oldunuz. Onlara qarşıda 4 çətin mərhələ və finala bilet gözləyir. Odur ki, onlara dəstək olmağa dəyər, çünki onlar üçün doğrudan da çox gərgin və həyəcanlı dəqiqələrdir. Mən isə adətim üzrə Brain Room-a Rüfətə bağlanıram. Rüfət, vəziyyət necədir? Axşamın xeyir olsun Günay, axşamınız xeyir olsun əziz tamaşaçılar. Vəziyyət əladır, əslində təkən biraz darıxıram, amma ki, birazdan bu vəziyyət dəyişəcək. Yəqin ki, bilirsiniz ki, Brain Room-da nə elləşir? Əlbəttə ki, məqsəd tələbə şousunun əsas mükafatı. Yəni, Ukraynada təhsil almaq üçün grant. Şou qalibinin adı isə finalda məlum olacaq. Mən düşünürəm ki, bugünkü iştirakçılarımız da əllərindən gələn eləyəcəklər ki, onların adı, o cümlədən də seçdikləri ali məktəbin adı bu gözəl mükafatın üzərində yazılsın. Doğrudan da bizim şouda həqiqətən Azərbaycanın ən yaxşı şagirdləri iştirak edirlər. Onlar öz məktəblərində müxtəlif çətin testlərdən keçiblər və artıq Ukraynadadılar bizimlə birlikdə. Gəliblər ki, Ukraynayla tanış olsunlar, ali məktəblərlə tanış olsunlar və o cümlədən 5 ən yaxşı ali məktəbi görməklə, bütün diqqətə layiq yerləri gəzməklə bu gözəl məkanı seyr eləsinlər və təklif edirəm ki, gəlin onlarla birlikdə bu möhtəşəm diyara səyahət eləyək, baxırıq. Bugün məqsəd tələbə layihəsinin daha 8 iştirakçısı öz səyahətdən başlayır. Xatırladaq ki, Azərbaycandan 40 nəfər ən savadlı yuxarı sinif şagirdi bu beynəlxalq layihədə iştirak etmək üçün sınaqlardan keçərək Ukraynaya yollanır. Bugünkü seçim turunun iştirakçıları yalnız Kiyevlə deyil, həmçinin rəngarəngliyi ilə seçilən Poltava şəhərini səyahət edir. Poltavanın tarixi ilə tanış olduq və onların ən məşhur yeməklərindən olan qaluşka ilə Bu diyarı öz əsərlərində yazıcı Nikolay Vasilyeviç Gogol vəsf etmişdi. Məhz bu şəhərdə məktəblilərə yaxşı məlum olan Poltava döyüşü baş verir. Məqsəd tələbə layihəsinin iştirakçıları artıq zəka mübarizəsinə hazırdır. Bəlkə də məqsəd tələbə layihəsinin qalibi bu uşaqların arasındadır. Sağ biz Poltavadayıq! Məqsəd tələbə, kim Ukraynada təhsil almaq istəyir şousudur və birinci mərhələnin vaxtı gəlib yetişdi. Biz başlayırıq.
Birinci mərhələmiz döyüşlə kəşfiyyat adlanır. Qısaca olaraq mən sizə qaydaları izah edəcəm. Çox asandır. 12 sual var. Hər suala uyğun olaraq 4 cavab variantı var. Lakin siz çox tez bu suallara cavab verməlisiniz. Çünki bu mərhələdə sürətiniz də nəzərə alınacaq. Və hər doğru cavaba görə siz 1 bal qazanacaqsınız. Bütün ballar toplanacaq və ümumi nəticələr əldə olunacaq. Hər birinizə uğurlar arzulayıram və söyləmək istəyirəm ki, sizdən yalnız 6 nəfər növbəti mərhələyə keçəcək. Hamıya bir daha uğurlar və başlayırıq. Diqqət! Birinci sual. Vatikanın ən böyük məbədi necə adlanır? Lateran Bazilikası, Santa Maria Maggiore, Sixt Kapellası, Müqəddəs Pyotr Kilsəsi və düzgün cavabı yalnız Arifə bildi. İlk sualı məhz o cavablandırdı və bu alqışlar Arifəyədir. Hansı London teatrının tamaşalarında William Shakespeare iştirak edirdi? Royal Court, Globus, Old Vic, Dominion. Deyəsən, Tahirdən başqa hər kəs bu sualı düzgün cavablandırdı. Cəmi bir düzgün cavabımız və digər 7 iştirakçıya alqışlar bir daha. Hansı filosofun əsərində ilk dəfə əfsanəvi ölkə Atlantidanın adı çəkilir? Platon, Aristotel, Sofokl, Demokrit. Və beləliklə 2 nəfər düzgün cavab verdi. Bu 2 nəfər isə Qorxmaz və Tahirdir, hansı ki bu sualın hesabına balanslarına 1 bal əlavə etdilər. Dünya bazarlarında nəyi Azəri Light brendi altında satırlar? Şərab, kürü, neft, qızıl. Doğru cavab neft idi və bunu Cəmildən başqa hər kəs bilmişdi. 4 sual səslənəndən sonra biz nəticələrin cədvəlinə baxaq. Beləliklə, Qorxmaz və Arifə 3 balla hələ ki liderdirlər. Cəmil 1 balla hələ ki geridədir. 5-ci sualı səsləndirim. Roma papası 16-cı Benedikt hansı ölkədə doğulub? Almanya, Polşa, İspaniya, Fransa və düzgün cavab əlbəttə ki Almanya idi, amma bunu heç kəs bilmir. Siz bilirdiniz? Əlbəttə ki, gəlin özünüz alqışlayasınız. Köpək balıqlarından ən irisi necə adlanır? Ağ köpək balığı, çəkiç baş köpək balığı, balina köpək balığı, böyük ağız köpək balığı və bu suala 3 nəfər düzgün cavab verdi. Düzgün cavabsa balina köpək balığı idi. Wales şahzadəsi Charles'ın ilk həyat yoldaşının adı nə idi? Catherine, Victoria, Maria, Diana. Vay, siz bu sualın cavabını bilmirsiniz. Bu məşhur şahzadə Diana idi. Afina Olimpiya oyunlarında Azərbaycanın Olimpiya komandasının bayraqdarı kim idi? Nizami Paşayev, Fərid Mansurov, Elnur Məmmədli, Namiq Abdullayev. Yəqin ki, siz Afina Olimpiya oyunlarını izləmişsiniz. Amma izləməyinizə baxmayaraq, cəmi 1 nəfər Rüfət Mirfeyzullazadə bu sualın cavabını bildi. Afərin Rüfət, alqışlar sənindir. Amma uşaqlar, siz də diqqətli olmalısınız, çünki mən indi 8 sualdan sonra nəticələri elan edirəm. Görək, liderlər kimdir? Qorxmaz və Arifə hal-hazırda liderlər sırasındadır. Liderlərimiz dəyişməyib. Lakin Zəhra və Cəmil 2 balla hələ ki geridədir. Uşaqlar, toparlanın. Mən bilirəm, həyəcan var, 1-ci mərhələdir. Lakin hər şey sizin öz əlinizdədir. 1-ci mərhələ 12 sualdan ibarətdir və 8 sual artıq səslənib. Mən sonuncu 4 sualı səsləndirirəm. Beləliklə, 9-cu sual. Hipokratın fikrinə görə həkimin ən vacib ehkamı necə səslənir? Tələsmə, qorxma, zərər vurma, yox demə. Görək bu sualı kim cavablandıracaq? Gələcək həkimimiz. Gələcək həkimimiz. İsmail, niyə sən bu sualın cavabını bilmədin? Cirque du Soleil adlı fransızcadan necə tərcümə edilir? İşıq sirki, günəş sirki, dünya sirki, səma sirki. Doğru cavab günəş sirki və bunu yalnız 3 iştirakçı Rüfət, Arifə və Cəmil doğru cavablandırdı və bu alqışlar sizindir uşaqlar. Alisa ağ dovşanı ilk dəfə görəndə o jiletinin cibindən nəyi çıxarmışdı? Eynək, saat, yelpi, dəsmal. Uşaqlar, yadınıza salın. Bu saat idi, amma siz bunu bilmədiniz. Yalnız 3 iştirakçı Arifə, Tural və İsmail bu sualın cavabını doğru verdilər uşaqlar.
Bu sonuncu sual idi və mən 8 oyunçudan kimin bu mərhələni tərk edəcəyini söyləyəcəm. Beləliklə cədvələ baxırıq. Arifə, sən lidersən. Birinci mərhələnin lideri Arifə Rəhimova. Lakin xanım iştirakçılarımızdan biri Zəhra ən az bal toplayıb, özü də Tahirlə bərabər. Tahir və Zəhra, çox hevslənirəm ki, siz bu oyunda, bu mərhələdə ən az bal topladınız. Mən isə Brain Room-a Rüfətin yanına yollanacaq iştirakçıların adını sadalayıram. Bu Qorxmaz, Rüfət, Arifə, Cəmil, Tural və İsmaildir. Zəhra və Tahir, məyus olmayın, çünki həyatınız hələ qarşıdadır. Bizim oyunda iştirak öz də böyük bir qələbədir. Mən bunu bütün iştirakçılara söyləyirəm. Doğrudan da Ukraynaya gəlmək, bu oyunda iştirak eləmək, ən azından bu qədər şagirdin arasından seçilmək, bu öz də böyük bir qələbədir. Biz sizə uğurlar arzulayırıq. Mən isə adətim üzrə Brain Room-a Rüfət Ağayeva müraciət eləyirəm. Rüfət. Bax belə əziz tamaşaçılar, Günayın çətin tapşırıqlarından sonra mən əlbəttə ki, ondan fərqli olaraq uşaqları incitməyəcəm. Əksinə, biz burada deyib güləcəyik, şənlənəcəyik, çünki onlar birinci mərhələdən uğurla qayıdıblar və onlar sevinirlər, elə deyilmi uşaqlar? Çox sevinirəm sizin yerinizə, hər şey istədiyimiz kimi gedir uşaqlar və mən əminəm ki, siz məni yarı yolda qoymayacaqsınız. Siz Ukraynada təhsil almaq haqqında bütün məlumatları isə siz bizim partnyorumuz olan CU in UA saytından əldə eləyə bilərsiniz. Gözəl mükafat uğrunda mübarizəni davam eləməyin vaxtı gəlib çatıb. Məncə studiyaya qayıdın və məni pis vəziyyətdə qoymayın əziz uşaqlar. Okeymi? Okey. Odur ki, gedin sübut eləyin ki, siz hamıdan yaxşısınız. Günayın çətin tapşırıqlarından isə qorxmayın, bilin ki, sizi burada gözləyən Rüfət Ağayev var. İrəli! Maraqlı fakt. Ukraynada 197 universitet, 62 akademiya, 109 institut və bir konservatoriya var. Bu təhsil ocaqlarından 109 ali məktəbə millilik statusu verilib. Yenidən məqsəd, tələbə, kim Ukraynada təhsil almaq istəyir şousuna baxırsınız və biz ikinci mərhələnin sınaqlarına başlayırıq. Bu mərhələmiz xüsusi tapşırıq adlanır. Çox asan bir mərhələ və çox asan qaydalar. Qarşınızda 8 mövzu olacaq. Hər birinizə bu mövzudan olan 2 suala cavab vermək hüququ veriləcək. Lakin öz seçdiyiniz mövzunun cavablarına görə siz 2 bal qazanacaqsınız. Amma ola bilər ki, mövzunu tutaq ki, Rüfət seçsin və Tural ona düzgün cavab versin. O zaman Tural 1 bal qazanacaq. Ona görə də diqqətli olun uşaqlar, bütün sualları cavablandırmağa çalışın. Biz ikinci mərhələyə başlayırıq. Birinci öz xüsusi tapşırığını ən az bal toplayan iştirakçı. Bu isə bugünlük Cəmildir və mən istəyərdim Cəmil öz mövzusunu seçsin. Buyur Cəmil. Diqqətli ol və mövzunu seç. Cizgi filmləri. Mən isə onun seçdiyi mövzudan birinci sualı səsləndirirəm. Bir dayan, Nu Pagadi cizgi filmində canavar obrazını hansı aktyor səsləndirmişdi? Elə bu düzgün cavab variantı idi. Bəli, sənlə bərabər Rüfət də bu suala düzgün cavab verdi. Mən Cəmilin seçdiyi cizgilər mövzusundan ikinci sualı səsləndirirəm. Bu cizgi filmlərindən hansı Hans Christian Andersen'ın nağılı əsasında çəkilib? Məncə bu sualın cavabını Cəmil verməli idi, amma hansı cavab variantını vermişdin? Söylə. Carlson. Xeyr, bu Carlson deyil, bu çirkin ördək balasıydı. Variant nömrə 3. Amma heç kəs deyəsən bu cizgi filminin məhz Hans Christian Andersen'ın olduğunu bilmirdi. Uşaqlar, bu nə idi? Amma görə indi Rüfət hansı mövzunu seçəcək və o öz seçdiyi mövzunun suallarını necə cavablandıracaq? Buyur Rüfət. Azərbaycanda kino mövzusunu seçirəm. Beləliklə Rüfət Azərbaycanda kino mövzusunu seçdi və Rüfətin mövzusundan birinci sualı səsləndirirəm. Bu filmlərdən hansının bəzi səhnələri Bakıda çəkilib?
Məncə siz bu sualın cavabını bilməliydiniz. Və beləliklə, Rüfət, hansı cavab variantını seçdin? Mən ikinci cavabı seçdim, amma düzgün cavabı sadəcə görə bilmədim. Yaxşı, düzgün cavab variantı hansıydı? Üçüncü, Əlbəttə ki, Brilliant üçü Vayvuka idi. filmidir. Sən bir balaca İçəri tələsdin şəhərdə və çəkilmişdi. özünü itirdin. Doğrudan da bu Brilliant əl filmi idi. Rüfəti alqışlayaq, baxmayaraq ki, o düyməni düzgün sıxa bilmədi. Lakin İsmail və Arifə bu suala düzgün cavab verdi. Uşaqlar, görürsünüz, diqqətli olmaq lazımdır. Düyməni düzgün seçmək lazımdır. Mütləq və mütləq. Həyəcanlanmayın, hər şey gözəldir. Və Rüfətin seçdiyi mövzudan ikinci sualı səsləndirirəm. Azərbaycan Film Kinostudiyası kimin şərəfinə adlandırılıb? Azərbaycanda yaşayırsınız və mən düşünürəm ki, bu sualın cavabını hər biriniz bilməliydiniz. Rüfət, hansı cavab variantını seçdin? Mən 4-cü Cəfər Cabbarlı variantını seçmişəm. Təbii ki, Cəfər Cabbarlı və səninlə bərabər bu suala 2 nəfər də cavab verdi. Bu Cəmil və Arifədir. Onlar 1 bal, sən isə 2 bal qazandın. Mən isə keçid alıram növbəti 3-cü iştirakçıya. Bu qorxmazdır. Bu həndəsədir. Ay, təbii ki, riyaziyyatı sevən bir kəs elə bu mövzunu da seçməli idi. Beləliklə, həndəsə mövzusundan birinci sual. Arı şanı hansı həndəsi figurun formasındadır? Arı şanını hamınız görmüsünüz və bu suala düzgün cavabı görək. Qorxmaz verə bildi? Bəli, bu 4-cü cavabdır. Təəssüf edirəm. 4-cü cavab variantı şanı görməmsən, yeməmsən. Mənim ən çox sevdiyim ərzaqdır, xüsusilə də arının şanı. Əlbəttə ki, 6 bucaq formasındaydı və bunu yalnız Cəmil və Arifə bildi. Və bu alqışlar, uşaqlar sizin üçündür. Qorxmaz, qorxma, tələsmə. Sənin mövzundan hələ ikinci sual da var. Ona görə də mən ikinci sualı səsləndirirəm. Müsəlmanların müqəddəs yeri Kəbə hansı figur formasındadır? Psixoloji təsir etmək istəmirəm. Mən düşünürəm ki, siz hər biriniz bu suala düzgün cavab vermişsiniz. Görək, mən yanıldım, yoxsa yox. Bəli, mən yanılmadım, afərin uşaqlar. Elə mənə də afərin düşür, mənə də alqış düşür. Çünki mən bilirdim ki, siz düzgün cavabı bilirsiniz. 3 nəfər bizim suallara cavab verdi və nəticələrə baxmağın vaxtı yetişib. Gəlin, baxaq. Liderlər dəyişib. Arifə liderdir. Bundan əvvəl Cəmil idi, amma indi Arifə 11 balla özdə. Qorxmaz isə 6 balla hələ ki geridədir. Mən də düşünürəm ki, bu alqışlar yerinə düşür, çünki uşaqlara doğrudan da psixoloji dəstək çox lazımdır və İsmail, sual seçmək növbən çatdı və mövzunu hal-hazırda sən seçirsən. Buyur. Ev əşyaları. Beləliklə, İsmail ev əşyaları mövzusunu seçdi. Mən birinci sualı səsləndirirəm. Qədim Rus qadınları hansı məişət əşyasından paltarları hamarlamaq üçün istifadə edirdilər? Sualın cavabını bilməsəz də məntiqinizi işə salın. Ən azından görürsünüz. Və İsmail, sənin cavab variantın? 3-ü seçmişdim. 3-cü cavab variantı. Təəssüf eləyirəm, amma bu düzgün cavab variantı deyil. Xeyr, 2 də deyil. Bu birinci cavab variantı idi və beləliklə yalnız və yalnız Cəmil bu sualı cavablandırdı. Astap Bender Elliçka Şükina ilə stulu bu əşyalardan hansına dəyişə bilmişdi? İsmail'ın cavab variantını eşidirik. İkinci cavab variantı. İkinci cavab variantı səhv cavab variantıdır. 4-cü cavab variantı düzgündür. Və əlbəttə ki, bu çay ələyidir. Bunu isə heç kəs sizin aranızda bilə bilmədi uşaqlar. Amma sizi qınamayacağım, çünki hər şey qarşıdadır. İsmail, sən öz mövzundan demək olar ki, heç bir bal toplamadın. Və mən növbəti iştirakçıya, Turala sıranı verirəm. Tural, növbə sənindir. Mən musiqini seçirəm. Tural musiqi mövzusunu seçdi və musiqi mövzusundan birinci sualı səsləndirirəm. Rio de Janeiro karnavalının dəyişilməz rəmzi bu rəqslərdən hansıdır? Bu nə qankan, nə də qapaq deyil. Amma Turalın
Əlişən, cavab variantı 3. 3. Amma bu qankan idi və bu cavab variantı deyildi. Tural, axı mən söylədim. Karnavalda qankan olmur axı. Karnavalda samba olur. Özdə çox dinamik bir samba. Bu sualın cavabını isə Qorxmaz və İsmail bildi. Uşaqlar, sizin balansınızda 1 bal əlavə olunur. Tural, sən birinci sualı cavablandıra bilmədin. Özünü toparla. Sənin hələ ki 2 bal qazanmaq şansın var. Əfsanəvi Kazak mamayı ənənəvi olaraq hansı musiqi aləti ilə təsvir edirdilər? Çox maraqlı sualdır. Görək, uşaqlar hansı variant cavabını seçəcəklər? Tural, hansı cavab variantı? 3. Nəyə görə 3? Sadəcə 3. Yəni, bu sualın cavabını bilmirdim. Uşaqlar, bu Kobzadır və 4-cü cavab variantıdır. Rüfət, sənə afərin düşür. Doğrudan da sən 1 bal qazandın. Əslində, Tural çox maraqlı mövzu seçmişdi, lakin sualları cavablandıra bilmədi və demək olar ki, sən 0 bal qazandın bu mərhələ üzrə. Və sonuncu iştirakçımız, 1-ci mərhələnin lideri Arifə indi öz mövzusunu seçəcək. Buyur. Quşlar. Beləliklə, Arifə quşlar mövzusunu seçdi və quşlar mövzusundan mən 1-ci sualı səsləndirirəm. Polyak qılıncı Karabellanın tutacağı hansı quşun başı formasında hazırlanır? Bunlardan ən hərbisi sizcə Arifənin cavabı və bu... Məncə birinci cavab. Birinci cavab variantında qartaldır və elə Arifə. Bu düzgün cavab variantıdır və səninlə bərabər bu suala digər 5 nəfər də düzgün cavab verdi. Bircə Qorxmazdan başqa. Qorxmaz bu qartal idi, diqqətində saxla, nəzərində saxla. Bu mövzudan 2-ci sualı səsləndirirəm. Bu uydurulmuş məxluqlardan hansı Slavyan mifologiyasında gələcəyi deyən quş hesab edilirdi? Və adət üzrə mən mövzunu seçən iştirakçıdan, yəni Arifədən soruşuram. Sənin cavab variantın? 3-cü variant. Bravo Arifə. Arifənin intuisiyası onu yanıltmadı və Arifə öz mövzusundan maksimal 4 balı topladı. Nəticələrin cədvəlinə baxaq. Buyurun, nəticələr. Gəlin öyrənək görək kim nə qədər bal yığıb. Beləliklə, bu mərhələdə Arifə lider idi və elə liderliyini qoruyub saxladı. 15 balla o liderdir. Lakin Tural və Qorxmaz 7 və 8 balla ən az bal topladılar. Yəni, bu ümumi nəticədir. Həm birinci mərhələ, həm də ikinci mərhələ. Mən indi Cəmili, Rüfəti, İsmail'i, Arifəni, Brain Room'a Rüfətin yanına yollayıram. Rüfət. Artıq müsabiqəmizin tən ortasındayıq, bilmirəm bizim uşaqlar. Ortada, əvvəldə yoxsa axırda olmağı xoşlayır. Arifə deyəsən birinci olmağı sevir, hə Arifə? Bəli, birinci olmağı sevirəm və ümid edirəm axıra kimi belə olacaq. Qabaqda iştirakçıları daha 2 mərhələ gözləyir. İştirakçılardan yalnız biri finala vəsiqə qazana biləcək və bu vəsiqə isə onu Ukraynanın 5 ən yaxşı ali məktəblərindən birinə apara bilər. Əlbəttə ki, onların hər biri bunu arzuluyurlar. Ali məktəblər isə artıq ən ağıllı, ən istedadlı Azərbaycanlı şagirdi öz tələbələri sırasına qəbul eləməyə hazırdır. Bizim şou proqramının iştirakçıları isə bu ali məktəblərin birində artıq olublar. Ona görə təklif edirəm ki, biz də gedək ora. Getdik. Salam Baltava! Baltava Ukraynanın ən qədim şəhərlərindən biridir. Bu, Ukraynanın ən əhəmiyyətli mədəni mərkəzi və böyük nəqliyyat qovşaqlarından biridir. Baltava Milli Texniki Universiteti geniş profilli texniki ali məktəbdir. Burada gələcək mühəndislər, memarlar, inşaatçılar yetişdirilir. Baltavada mənim fikirlərim Baltava çox gündüz alındı. Çünki Baltava doğrudan da çox gözəl şəhərdir. Burada bu Baltavanın tarixi çox böyüdür və buradakı müəllimlər bizə çox ətraflı bunun haqqında danışırdılar. Hər il burada bütün Ukraynadan və dünyanın 11 ölkəsindən 10 minədək tələbə təhsil alır.
bu neft və qaz sahəsində mütəxəssislər hazırlanan Ukrayna universitetlərindən biridir. Mən burada Poltava Universitetinə gəldim və öyrəndim ki, burada çoxlu fakültələri var. Və ən sevdiyim mənim fakültə neft-qaz fakültəsi olur. Çünki mən də neftli olmaq istəyirəm. Məqsəd tələbə layihəsinin iştirakçıları öz şəxsi təcrübələrində Poltava Milli Texniki Universitetinin təhsil keyfiyyəti ilə tanış olub. Azərbaycan məktəbliləri şanslıdır. Onlar memarlıq fakültəsində olub və hətta heykəltaraşlıq üzrə təcrübi məşğələdə də iştirak ediblər. Bir gün bizi universitetə gətirdilər və biz burada cildən istədiyimiz fiqurlar cəldirik və bu məndən çox maraqlıdır. Bəlkə inşallah alansa utsam, mən yəqin ki, bura gəlib bu universitetdə oxumağı planlaşdırırım. Poltava xoşunuza gəldi sualını sizə verməyəcəm. Çünki artıq üzünüzün ifadəsindən bu görünür. Poltava Milli Texniki Universitetinin tələbələrinin hazırladığı suallar da sizin yadınızda əmin olun ki 100% qalacaq. Çünki biz qeyri-məxfi materiallar mərhələsini başlayırıq. Beləliklə, 3-cü mərhələmiz və burada qaydalar belədir. 4 video sual var. Və əlbəttə ki, bu video suala təklif olunan köməkçi ipucular var. Əgər suala cavab vermək istəyirsinizsə, sona qədər dinləməyə ehtiyac yoxdur. İstənilən vaxt düyməni sıxıb, öz cavab variantınızı söyləyə bilərsiniz. Bu zaman, əgər cavabınız yanlış olarsa, sual davam etdiriləcək və rəqiblərinizin bu suala cavab vermək imkanı olacaq. Amma sizin yox. Diqqətli olun. Hər suala yalnız bir dəfə cavab vermək imkanınız var. Cavabınızda əmin olanda düyməni sıxın. Və əlbəttə ki, 3 bal qazanın. Çox gözəl nəticədir və 3 balı qazanmaq istəyirsinizsə, mütləq bu suallara cavab verməlisiniz. Beləliklə, qeyri-məxfi materiallar mərhələsini başlayırıq. Poltava Milli Texniki Universitetinin birinci sualı. Diqqətli olun. Poltava Milli Texniki Universitetinin neft və qaz hasilatı ixtisasının tələbələri burada təlim neft-qaz poligonunda praktiki iş vərdişləri əldə etmək imkanına malikdir. Burada bütün avadanlıqla tam təchiz edilmiş 4 ədəd fəaliyyətdə olan quyu var. Əlbəttə, neft və qazdan əlavə digər faydalı qazıntılar da sizə məlumdur. Onlardan biri də sualda barəsində bəhs ediləcək bu metalın filizidir. Beləliklə, söhbət hansı kimyəvi elementdən gedir? Və gözəl cəld reaksiya, amma görək düzgün cavab verəcək, yoxsa yox. İsmail? Dəmir. 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 Və bu səhv cavabdır. Çox təəssüf eləyirəm. Və biz sualın davamını dinləyirik. Kömək nömrə 1. Bu elementin adının mənası həm də balaca, dəcəl ruh olan sözdən törəyir. Kömək nömrə 2. Bu element yüksək korroziya davamlılığı ilə səciyyələndirilir. Kömək nömrə 3. Bu element dəri ilə təmasda olan metallara yaranan allergiyanın əsas səbəbidir. Kömək nömrə 4. Amerika Birləşmiş Ştatlarında dəyəri 5 sent olan dəmir pul, danışıq dilindəki bu adını həmin elementdən alıb. Və cavab variantını kim verəcək? Heç kəs cavab variantını bilmir və biz cavabı izləyirik. Bu metalın hasilatında yaxşıca pul da qazanmaq olar. Əlbəttə ki, bu nikeldir. Uşaqlar, bu nikel idi. Mən isə ikinci video sualı elan edirəm. Bugün Yuri Kondratyuk adına Poltava Milli Texniki Universitetində 25 idman bölməsi fəaliyyət göstərir. Tələbələr arasında ölkə çempionatlarının və beynəlxalq yarışların xeyli sayda qalibi var. Bir müddət əvvəl isə universitetin tələbələri bir idman növündə Ümum-Ukrayna turnirində fəxri kürsünün bütün yerlərinə sahib çıxıblar. Söhbət hansı idman növündən gedir? Kömək nömrə 1. Hələ qədimdən məlum olan bu idman növü 1960-cı illərdə Amerika Birləşmiş Ştatlarında məşhurlaşır. Kömək nömrə 2. Öz populyarlığına baxmayaraq, bu idman növü olimpiya idman növü deyil. Və 2 nəfər düyməni sıxıb, lakin tez düyməni sıxan bu sualı cavablandıracaq və növbə Arifədədir. Buyur, Arifə. Məncə bu basketboldur. Arifənin fikrincə bu basketboldur. Amma çox təəssüf edirəm ki, bu səhv fikirdir. Cəmil, sənin cavab variantın? Mənim də
variantım basketbol olacaq. Amma biraz belə deyək, məntiqini işə salıb başqa bir cavab variantı verə bilərdin. Lakin sən bunu etmədin və sən də suala artıq cavab verə bilməzsən. Biz isə Rüfət və İsmaillə bərabər sualın davamını izləyirik. Kömək nömrə 3. Yarış zamanı iştirakçının qolları çiyinin yarısına qədər və əlləri çılpaq olmalıdır. İsmailin cavab variantı var. Buyur İsmail. Qol gücü. Qol gücü. Qol gücü. Əlbəttə ki, düzgün cavabdır İsmail. Alqışlayıram səni. Sən 3 bal qazandın. Bizlərdən kim qol güləşdirməyi sevmir? Bu mübarizə növü arm wrestlingdir. Və mən vaxt itirmədən 3-cü video sualı səsləndirirəm. 20-ci əsrin ortalarından başlayaraq insan fəaliyyətinin müxtəlif sahələrində riyazi metodlar geniş istifadə olunmağa başlanıb. Bunlardan biri riyazi modelləşdirmədir. Təbii eksperiment keçirmək mümkün olmadıqda, prosesin riyazi modeli yaradılır. Bu təbiət hadisəsinin öyrənilməsi, riyazi modelləşdirməsiz mümkün deyil. Söhbət hansı təbiət hadisəsindən gedir? Kömək nömrə 1. Siciliya barokkosu memarlıq stili özünün yaranmasına görə bu hadisələrdən birinə borcludur. Kömək nömrə 2. UNESCO-nun məlumatına görə təbiət hadisələri arasında bunlar dağıdıcı qüvvəsinə və vurduğu zərərə görə birinci yeri tutur. Və İsmail cavab vermək istəyir. Səsləndir cavabını. Zəlzələ. Zəlzələ. Afərin İsmail. Sən də bu suala yenidən düzgün cavab verdin. Diqqətli olun. Bu mərhələnin 4-cü sualı. Çağdaş dövrdə hər gün faydalı və faydasız yüzlərlə ixtiraya patentlər verilir. Lakin elə ixtiralar var ki, onlar bəşəriyyətin həyatını tamamilə dəyişib. Təkər, mikroskop və sualda haqqında bəhs ediləcək bu ixtira. Beləliklə, söhbət hansı qurğudan gedir? Kömək nömrə 1. İlk belə qurğu hələ 1-ci yüzillikdə İskəndəriyyəli Heron tərəfindən təsvir edilib. Kömək nömrə 2. Thomas Newcomen'in sayəsində bunlar bütün İngiltərə boyu geniş tətbiq edilməyə başlamışdı. Kömək nömrə 3. Bunların ilk nümunələrini od maşınları adlandırırdılar. Cavab variantın? Paravoz. Paravoz. Rüfət. Bəli, məncə tam əmin deyiləm, amma məncə bu sobadır. Soba. Amma bu da düzgün cavab deyil və Cəmil və Arifə. Biz sualın davamını sizinlə bərabər eşidəcəyik. Çox az vaxt qalıb cavabın səslənməsinə. Bir köməkçi ipucu var. Ona görə də çalışın. Əgər düzgün cavabı bilirsinizsə, düyməni sıxın və cavablandırın. İzləyirik. Kömək nömrə 4. Buxar enerjisini mexaniki enerjiyə çevirən istənilən xarici yanma mühərriklərini belə adlandırmaq olar. Heç kəs bu sualın cavabını bilmədi, uşaqlar. Amma mən düşünürəm ki, artıq bu köməkçi vasitədən sonra Rüfət və İsmail hardasa bu sualın cavabını bildilər, amma mənim onlardan soruşmağa haqqım yoxdur. Biz düzgün cavabı eşidirik. Cavab buxar maşınlarıdır. Əlbəttə ki, buxar maşınları. Biz 3-cü mərhələnin nəticələri ilə tanış olacağıq. Ukraynada təhsil haqqında bütün məlumatları siz bizim tərəfdaşımız olan CUNUA saytından ala bilərsiniz və beləliklə 3 mərhələdən sonra nəticələrin cədvəlinə baxmağı təklif edirəm. İsmail ancaq bu suallara cavab vermişdi və elə ona görə də gəldi Arifəyə çatdı. Çünki Arifə lider idi, hal-hazırda isə həm İsmail, həm də Arifə lider olaraq duelə hazırlaşmağa, Brain Room-a yollanırlar. Uşaqları uğurlar arzulayıram sizə. Nə eləmək olar? Cəmil və Rüfət 10 və 11 balla siz duelin bir addımlığında bizim oyunumuzu tərk etmiş olursunuz. Bu alqışlar sizindir. Mənsə Brain Room-a Rüfətə bağlanmaq istəyirəm. Görək İsmail və Arifə duelə Rüfətlə bərabər necə hazırlaşırlar? Zənnimcə hazırda çox ən çətin mərhələdir. Bu mərhələdə siz üz-üzə gələcəksiniz və buna görə də bu mərhələ duel adlanır və bir faktı nəzərinizə çatdırım ki, onların hər ikisi də eyni qədər bal toplayıblar. Bu da ki, mübarizəni daha da çətinləşdirir, daha da qəlizləşdirir, elə deyilmi? Bəli. Sən necə düşünürsən Arifə?
Məncə də belədir. Bir qız və bir oğlan iştirakçımız. Günay, sən onları qarşıla və çox xahiş edirəm ki, onları çox incitmə, mübarizə sağlam şəkildə sona çatsın və dueldən hər kəs sağ-salamat və çoxlu balla çıxsınlar. Gedin və qələbəyə hazır olun uşaqlar. Maraqlı fakt. Bugün Ukraynada dünyanın 130 ölkəsindən olan tələbə təhsil alır. Onların arasında Azərbaycan, Qazaxıstan, Hindistan, Rusiya, İran, Vyetnam və İordaniya var. Məqsəd tələbə kim Ukraynada təhsil almaq istəyir şousunun sonuncu həlledici mərhələsidir. İndi biz müəyyənləşdirəcəyik kim qalib olacaq. Arifə yoxsa İsmail? İsmail yoxsa Arifə? Onu da qeyd edeyim ki, uşaqlar, sizin ballarınız eynidir. Ona görə də elə bil ki, bu mərhələyə yeni bir səhifədən başlayırsınız. Ona görə də dərindən nəfəs alın, çünki bu dueldir. Qaydaları xatırladıram, o qədər də çətin qaydalar deyil. Siz 12 suala cavab verəcəksiniz və onu söyləyim ki, heç bir cavab variantı yoxdur. Cavab verməyə haqq düyməni sıxan iştirakçıdadır. Bu ya Arifə ya da İsmaildir. Arifə düyməni sıxırsa, düzgün cavab verirsə biz davam edirik. Yox, əgər səhv cavab verirsə, o zaman düzgün cavabı vermək imkanı İsmaila keçir. Maksimum 4 bal toplaya bilərsiniz. Odur ki, suallara cavab verərkən diqqətli olun. Çünki ballar 4 bala kimi yüksələcək və əgər 4 dəfə siz dalbadal səhv cavab verərsinizsə, ondan maksimal balı növbəti suala düzgün cavab verən iştirakçı toplayacaq. Ona görə də bu həlledici turdan hər şey asılı olduğundan siz yaxşı hazır olun. Diqqətli olun, biz başlayırıq. Beləliklə, birinci sual. Tədqiqatlar göstərmişdi ki, Nilin deltasında bu vəziyyət mümkündür. Sadəcə lazımdır ki, külək bir istiqamətdə 100 km/saat sürətlə əssin. Alimlər hansı peyğəmbərin həyatından səhnəni tədqiq edirdilər. Beləliklə, bu peyğəmbərin adı İsmail. Musa. Təbii ki, Musa peyğəmbər və ilk sualı düzgün cavablandırdı. Növbəti ikinci sualı səsləndirirəm. 1 bal qazandın İsmail. İkinci sualı səsləndirirəm. Bir dəfə bu yazıcı tanışı olan bir gənci Yevgeniy Onegin əsərini oxuyarkən görmüşdü. Bundan sonra o gəncə bu cəfəngiyatı oxumağa həvəsi də var demişdi. Söhbət kimdən gedir? Çox məşhur yazıcı və mən düzgün cavabı Arifədən eşitmək istəyirəm. Yevgeniy Onegin. Xeyr, əlbəttə ki, bu Onegin deyil. İsmail, bu Pushkin idi və siz bu suala cavab vermədiniz və digər sualın balı artıq 2 bala yüksəldi, diqqətli olun. Növbəti 3-cü sual. Deyilənlərə görə hansı əsatir qəhrəmanının vətəni müasir Türkiyənin Kəmər şəhərinin yaxınlığında olub? İsmail? Pratami. Xeyr, Arifə, sənin cavab verməyə hüququn var və düzgün cavab eşitmək istəyirəm. Arifə, Arifə, sən bunu bilirsən. Bəli, Arifə bu sualın cavabını bilmir. Bu Ximeradır. Yəqin ki, bu adı eşitmişdiniz. Və mən növbəti sualı səsləndirilməmişdən əvvəl söyləyim ki, artıq onun maksimal balı 3 baldır və mən onu səsləndirirəm. Uşaq ədəbiyyatının hansı qəhrəmanı İtaliyada keçirilmiş futbol üzrə Avropa çempionatının talismanı olmuşdu? Çox məşhur qəhrəman və çox zaman yalan danışanda söyləyirlər ki, İsmail... Buratina. Bu səhv cavabdır. Arifə? Bəli. Onun oxşarı, düzgün cavab və o sualın cavabını söyləyə bilmədi. Sən buna yaxınsan. Arifə, şansın var. Mən sənə kömək oluram. Söylə. Çox heyfsləndirəm. Bu Pinokyo idi, İsmail. Biraz tez düşünmək lazım idi. Və indi növbəti sualın maksimal dəyərə 4 bala sahib sualı mən səsləndirirəm. Onların tam adı Poketta Mansuta, İngiliscə cib əcinnələri sözlərindən yaranıb. Biz isə onları qısaldılmış ad altında tanıyırıq. Hansı ad altında? Bu... İsmail? Qaraçı. Xeyr, bu qaraçı deyil. Arifə, cavab variantın. Mən bilirəm ki, sən bu sualın cavabını bilirsən. Ən azından bunu eşitmirsən. Arifə, mənə bax və cavablandır. Uşaqlar onları çox sevirlər. Və hətta cavab sualın içərisində idi. Cin. Xeyr, düzgün cavab yoxdur. Bu
Pokemonlar idi uşaqlar. Bu nədir? Artıq sualın dəyəri 1 bala endi və siz əgər növbəti suala düzgün cavab versəz, 1 bal qazanmış olacaqsınız. Beləliklə, növbəti sual. Hansı canlılar? Ruslar Hindistan mənşəli, ingilislər isə Türkiyə mənşəli hesab edirdilər. Hind quşu. Təbii ki, Hind quşu. Bravo. Bravo İsmail. 1 bal qazandın və növbəti sualı səsləndirmək istəyirəm. Azərbaycan ədəbiyyatında ilk ideal qadın və ilk hökmdar qadın obrazı Nizaminin hansı poemalarında təsvir edilir? Və beləliklə İsmail cavabını. Xeyr, səhv cavabdır Arifə. 7 gözəl. Xeyr, bu Xosrov və Şirin poemasıydı. Axı siz bunu niyə bilmirsiniz? Əlbəttə ki. Və növbəti sualın dəyəri 2 bala yüksəldi. Və mən sualı səsləndirirəm. Bu İngilis xanım haqqında kitablar külliyatı Guinness-in rekordlar kitabına ən qalın kitab kimi düşüb. Bu yaşlı xanıma Miss deyə müraciət edilməsi onun ərə getməməsinə işarədir. Onun soyadını deyin. Bu sualın cavabını Arifə yoxsa İsmail verəcək. Amma mən düşünürəm ki, siz bu sualın cavabını bilmirsiniz. Ən azından üzünüzün ifadəsindən bunu başa düşdüm. Bu Marple-dır və bəlkə də siz bunu nə vaxtsa eşitmişdiniz. Amma bundan sonra diqqətinizdə mütləq saxlayın. Növbəti sualın cavab verən iştirakçı 3 balı qazanmış olacaq. İsveç dirijoru Sven Alaf, Voldof'un orkestri ABBA qrupunu müşayiət edirdi. Waterloo mahnısı ifa edilərkən Skandinaviyalı hansı baş geyimini geymişdi? İsmail? Dəbilqə. Xeyr, nə dəbilqə? ABBA qrupu, Arifə. Tüklü papaq. Necə? Tüklü papaq olur. Xeyr, bu tüklü papaq deyil. Bu 3 günc şlyapa idi və mən növbəti sualı səsləndirirəm. Hansı ki, bu sualın dəyəri maksimal 4 baldır və gəlin iştirakçılarımızı alqışlayaq. Çünki düşünürəm çox həyəcanlı dəqiqələrdir və mən vaxt itirmədən sualı səsləndirirəm. Xristiyanlığı qəbul edənə qədər müqəddəs Filimon qadın düşkünü idi. Buna görə də onun xatirəsinə hörmət kimi qadınlara qayğı göstərmək qəbul edilmişdi. Müqəddəs Filimonun günü indi hansı tarixdə qeyd edilir? Biz hər birimiz bu tarixi qeyd edirik. İsmail, Arifə. 14 fevral. Xeyr, bu 14 fevral deyil. İsmail. İsmail bu sualın cavabını bilmir. Ən azından sən bugünü öz anana gözəl bir çiçək dəstəsi bağışlayırsan. Bu 8 Mart Beynəlxalq Qadınlar Günüydü, amma siz bu sualın cavabını bilmədiniz. Və sualın dəyəri yenidən 1 bala endi. Çünki siz bu sualın cavabını bilmədiniz. Mən isə vaxt itirmirəm, növbəti sualı səsləndirirəm. Avstraliya limanı Darwini 2-ci Dünya müharibəsi zamanı 59 dəfə bombalamışdılar. Müharibənin digər epizodu ilə analogiya üzrə Darwinə birinci və ən dağıdıcı hücumu necə adlandırırlar? Beləliklə, düzgün cavab və vaxt itirmədən söyləyim ki, bu Avstraliya Pearl Harborudur. Uşaqlar, diqqətli olun, növbəti sualın dəyəri 2 baldır. Azərbaycanda onun adlandırılması üçün Gülyabanı sözündən istifadə edilir. Bəs Himalayda onu necə adlandırırlar? Bu sonuncu sualdır və siz bəlkə də bu sualın cavabını bilirsiniz. Nəzərə alın ki, bu sual bəlkə də həll edicidir. İndi biz müəyyənləşdirəcəyik. Kim finala vəsiqə qazanır? Arifə yoxsa İsmail? Mən düşünürəm kifayət qədər vaxtınız oldu ki, düşünəsiniz. Lakin siz bu sualı cavablandırmadınız. Düzgün cavab 7-dir. Beləliklə, həll edici 12-ci sualda səsləndi və mən artıq qalibin adını söyləyə bilərəm. Bu İsmaildir. İsmail, təbriklər. Buyur mərkəzə. Təbrik edirəm İsmail. İsmail öz missiyasını lazımi şəkildə layiqincə yerinə yetirdi və o Ukraynanın ən gözəl ali təhsil ocaqlarında təhsilə qrantı bəlkə də qazana bildi. Amma bu finalda olacaq əlbəttə ki. Ukraynada təhsil almaq üçün isə siz bizim partnyorumuz olan CU in UA saytına müraciət edə bilərsiniz. Bütün məlumatlar orada var. Gözəl oyuna görə isə mən hər kəsə təşəkkürümü bildirirəm. Düz bir həftə sonra görüşənə də sağ olun.